Aleykümselam və rahmetullahi və barakatuhu. Sualda soruşulur ki, necə ixlaslı olaq? Hər əməlimizdə xatırlamaqla ixlasımızı etməmişdən öncə. Və doğrusunu Allah bilir, insanın hər əməldən öncə özünü, yəni ümumiyyətlə ixlaslı olmağın bu şeyi yerinə qoymaq üçün, ümumiyyətlə ixlas qardaşlar çox ağır bir əməldir. İxlas çox ağır bir əməldir. İxlas çünki ibadəti qəbul edən ən mühüm səbəblərdən biridir. Qəbul olması üçün. İbadətin alimlər, elm əhli buyurur ki, ibadətin qəbul olması üçün iki səbəb var. Onlardan biri sünnətə müvafiq olmalıdır, ikinci ixlaslı olmalıdır. Necə ki, Allah subhanahu wa ta'ala buyurur ki, وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُ اللّٰهَ مُخْلِصِينَ لَهُ الدِّينَ Onlar ancaq dini Allaha məxsus edərək, ixlaslı şəkildə ibadət etmələri onlara əmr olunmuşdur. Və ixlassız əməl batildir. Yaxşı, biz hardan bilə bilərik? Elm əhli buyurur ki, hətta tabeinlərdən və böyük elm əhlindən deyir ki, ixlas insanın həyata tətbiq edəcəyi ən ağır əməldir. Və mən hər dəfə ixlası bərpa eləməyə çalışdıqca, onun əksi olan riya başqa bir tərəfdən, başqa bir rəngdə, başqa bir görünüşdə, başqa bir sifətdə ortaya çıxır. Alimlər hətta belədirsə, biz necə ola bilər ki, yəni bunu deməli yerinə qoymaq da asan olsun. Asan deyil, çətindir yəni. İxlaslı olmaq üçün birinci növbədə insan şəriət elmlərini, xüsusən də Allah Taala'nın ad və sifətlərini yaxşı öyrənməlidir. Bu ixlasa təsir edən ən böyük səbəblərdəndir. Əməldə ixlaslı olmaqdan ötürü elm öyrənmək lazımdır. Və sonra insan ixlaslı olması üçün bilməlidir ki, yəni öz nəfsi, bəzi məqamlar var, bunları zikr edəcəm inşallah. Onlardan birincisi odur ki, insanın öz nəfsini mühasibə etməsidir. Yəni özünü sorğulamasıdır. Mən bu əməli niyə görə etdim? Əməl etdikdən sonra və yaxud da əməldən qabaq dayanırsan. Öz nəfsindən soruşursan, mən bunu nə üçün edirəm? Birinci, əməldən qabaq, mən bunu nə üçün edirəm? Allah üçün. Və sonra əmələ davam edirsən. Əməldən sonra da mühasibə edirsən, çünki bəzən əməli batil edəcək riyadır, sum'adır, yəni eşitdirməkdir, göstərişdir. Bu əməldən sonra da gələ bilir. Əmrə təsir edəcək. Hansı ki, insan əməldən sonra eşitdirmək istəyir. Və əməldən sonra da neyinirsən? Mühasibə edirsən özünü. Ki, bu əməli nə üçün etdim? Allah üçün. Və salam. Və hansı ki, Allah Taala Quran-ı Kərimdə buyurur ki, möminlər barəsində, onlar, yəni İnsan surəsində buyurur ki, Allah Taala وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا Onlar yedizdirirlər. Allah yolunda yedizdirirlər miskinlərə, yetimlərə və əsirlərə. Və sonra nə deyirlər? لَا نُرِيدُ مِنْكُمْ جَزَاءً وَلَا شُكُورًا Biz sizdən nə bir qarşılıq, cəza, mükafat, şükür, heç bir şey istəmirik. Yəni, sən öz mükafatını o əməldən sonra ancaq Allahdan istəməlisən. Başqasının təşəkkürü, başqasının minnəti, başqasının tərifi sənə lazım deyil. Birinci məsələ, nəfsi hesaba çəkmək, əməldən qabaq və əməldən sonra. Və sonra riyadan insanın qorxmasıdır. İnsanın həyatında riyadan qorxmasıdır. Sən narahatlıq keçirməlisən, qorxmalısan ki, birdən riyaya düşərəm. Və bu olmasa, insan riyadan qorxmasa, əksinə ən layiqli insandır ki, o insan riyaya düşsün, əgər riyadan qorxmuram deyirsə. Və sonra insanın tərifi istəməməsi, tərifə meyilli olmaması. Bəzən insan bir əməl eləyir, əməl etdikdən sonra xoşlayır ki, onu tərifləsinlər. Mücərrad elə bu səbəbdir ki, insanın ixlassız olmasına. Heç kimdən tərif gözləmə. Elm öyrəndin, alim desinlər, məsələn, kiməsə sədəqə verdin, nə cümlət alandı desinlər. Yəni, bu şeylər tərifi xoşlamaq və ya insanlar içində səni tərifləyirlər ki, maşallah olsun qardaş. Bu şeylər insanı Allah qorusun, əməlinin hətta batil olmasına, puç olmasına gətirib çıxardır. Tərifdən uzaq durmaq lazımdır. Və həmçinin alimlər deyirlər ki, gizli əməlləri çoxaltmaq. Gizli əməlləri çoxaltmaq. Möminlərdə, möminin, deməli, insanın halı üç cürdür.
Birinci hal ki, ondan Allaha sığınırıq. Birinci hal odur ki, gizlində əməli az eləyər, aşkarda çox eləyər. Gizlində baxırsan ki, onun aşkarı gizlindən daha salihdir. Aşkarı gizlindən daha salihdir. İnsanlar arasında sünnət qılır, zikirləri eləyir, insanları buna təşviq eləyir, yaxşılıq əmr eləyir, pisliklərdən çəkindirir. Amma təhlikdə Allahla bərabər qalanda, baş-başa qalanda, Allahla qalanda nə eləyir? Günahlara meyl eləyir, əməlləri azalır. Allah qorusun, yəni bu təhlükədir. İkinci sinif insan, onun gizlini ilə aşkarı eynidir. Bu təriflənən məqamdır. Bu təriflənən məqamdır. Yəni gizlində də əməl edir, aşkarda da əməl edir. Bu insana riyanın daxil olması, ixlassızlığın daxil olması çətin olur. Və insandan tələb olunan budur. Və bundan da yüksək mərtəbə var ki, ehsən mərtəbəsi, bu artıq daha təriflənən məqamdır. İnsanın gizlini aşkarından salihdir. İnsanın gizlini aşkarından salihdir. Bu gizlində olan əməllər daha çoxdur. Aşkarda olandan. Bu daha yüksək mərtəbədir. İnsan ona görə həmişə Allah Taala'nın gördüyü məqamda, Allahla yalnız qaldığı məqamda, tək qaldığı məqamda əməllərini daha salih çoxaltmalıdır ki, bu səbəbdir ki, onun ixlassızlıqdan qorusun, riyadan qorusun və başqa müsibətlərdən qorusun. Və həmçinin insanın dua etməsi. Elm əhli buyurur ki, çoxlu dua etməsi, Allahdan ixlas diləməsi və şirkdən Allaha sığınması. Və inşallah ki, bu səbəblər, yəni bu saydığım şeylər insanın ixlaslı olmasına kömək edən səbəblərdir və doğrusunu Allah bilir.